Üzr istəyirəm, ərə getmədən az yaşlı qızların, üzr istəyirəm ağsaqqallardan dönə-dönə məcburam deyəm. Ərə getmədən az yaşlı qızların Azərbaycanda gündən-günə statistikada artan abortlarından niyə danışmırsınız? Gündən-günə artan cinsi xəstəliklər ki var, qabağın buraxmısınız. Haram, halal, qeyrət, namus bilinmir. Cinsi əlaqədən bəzi xəstəliklərə tuturlar. Onlardan niyə danışmırsınız? Gündən-günə dağılan ailələrdən, boşanan ailələrdən niyə danışmırsınız? Gündə kişinin qadına, qadının kişiyə olan xəyanəti artır. Onlardan niyə danışmırsınız? Uşaq pulu ala bilməyən, uşağı tək böyəldən, bazarda işləyib evə qaçan qadından niyə danışmırsınız? Gündən-günə narkomaniyaya qurşanan qadınlar, əvvəl kişilər dedi filan kəs, üzr istəyirəm. Kişidir nə əşə çəkir, üzr istəyirəm ifadəm öyrə. Kişidir də hərdən bir dırnaq arası kef edir. İndi qadınlar, narkoman qadınların sayı artıb. Bunlardan niyə danışmırsınız? Evdən qaçan, yeniyetmə qızlardan xəbərim var, məlumatım var, azcanda da var. Qız evdən qaçır, atanasından qaçır, başqa yerdə yaşayır. Onlardan niyə danışmırsınız? Qocalar evinə atılan gündən-günə o qoca ağsaqqal, ağbirçəklərdən niyə danışmırsınız? İnsan alverinə çevrilən, Türkiyəyə gedən, abırımızı aparan, həyamızı aradan aparan qadınlardan niyə danışmırsınız? Bazarlarda, soyuqlarda can verib, alver eləməyə məcbur qalan qadınlardan, süpürgəçilik eləyən qadınlardan niyə danışmırsınız?